Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Azərbaycan ədəbiyyatında poeziya ayrıca bir yolu və məcrası olan bir aləmdir. Biz bu aləmdən kimlərin gəlib keçdiyinin şahidi olmuşuq. Bəs indi hal-hazırda ədəbiyyatımızda hansı gənclər öz sözü və düşüncəsi olan qələm adamları var? Bugün biz onlardan biri ilə söhbətləşəcəyik. Gülər Natiq İsaq. Yazı masası. Gülər Natiq İsaq 1980-ci ildə Bakıda anadan olub, ədəbi fəaliyyətə 94-cü illərdən başlayıb, bir sıra tanınmış qəzetlərdə dərc olunub. Mənə elə gəlir ki, ilk olaraq şeirlərlə gəlmisiniz poeziyaya. 2001-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub və mənə ən çox maraqlıdır sizin işlədiyiniz qəzetlər və mətbu orqanlar. Onların adlarını çəkmək istəyirəm. Hürriyyət, İdeal, Sensasiya, Cümhuriyyət, Elçi, Forum, Xalqın Səsi, Milliyyət kimi müxtəlif qəzet və jurnallarda çap olunmusunuz, nəşr olunmusunuz və Uşaq Yaradıcılıq Mərkəzinin bədii tərtibat üzrə dərnək rəhbəri işləmisiniz bir vaxtlar və Banu oyuncaq jurnallarında uşaq mətnlərinin müəllifi olmusunuz, uşaqlar üçün yazılmış mətnlərin əlbəttə ki və Lərzə adlı bir kitab, şeirlər kitabının müəllifisiz. İnanıram ki, sizin yazdığınız yazılar, əsərlər öz oxucularını tapıblar, çünki mən bunun şahidi olmuşam və mənim ilk olaraq sualım bu olacaq sizə Gülər xanım. Bizim yazı masası rubrikasının çox ənənəvi bir sualı var. Hal-hazırda yenilik. Çünki biz istəyirik ki, ədəbi cərəyanda, ədəbi mühitdə həmişə daima yeniliklər olsun və bir növdə bir yazıçılarımıza hesabat kimi, özünə hesabat kimi bu sualı veririk. Yazı masanızda hal-hazırda nə var, nə yenilik var, nə yeni kitablarınız var? Buyurun. Yazı masamda 2 kitab üzərində işləyirəm. Yəni ki, üzümüzə gələn 2 ildə ki, o kitablar ki, hansı kitablar ki, nəşr olunacaqlar. Biri, nə deyim adına, amma digəri hələ mübahisələdir. Kitabın adı Narıncı Arzulardır. İkinci şeirlər kitabının adı Narıncı Arzulardır. Orada yəni son 1 il yarım ərzində yazdığım həmin şeirlərin toplusu olacaq ki, ondan sonra artıq ümumiyyətlə mən nəsri daha çox sevdiyim üçün, baxmayaraq ki, dostlarım, ümumiyyətlə ədəbi cəmiyyədə istər, yəni ümumiyyətlə ətrafımda olan insanlar çox vaxt məni şair kimi tanıyırlar. Amma mən daha çox nəsrə yəni sevgim olub. İlk dəfə Ağ Yol qəzetində balaca bir esse ilə çıxış eləmişdim. Yəni o zamandan artıq mən hiss elədim ki, nəsri daha, yəni ki, ona sevgim daha çoxdur da. Yəni baxmayaraq ki, mən şeiri daha çox yazıram. Kitablarınız nəsil əsərlərindən ibarətdir ya şeirlər? Yox, şeir. İndi ilk çıxan kitab şeirlər toplusudur. Növbəti də şeirlər olacaq. Orada hekayələr də olacaq. Amma daha çox şeirlərdir. Amma yəni irəliki zamanlarda yəni düşünürəm ki, ancaq yəni nəsr əsərləri olsun. Bəli. Yəni siz bunu özünüzdə belə bir potensial olaraq görürsünüz ki, sizdə nəsr daha gözəl alınır. Yəni belə başa düşdüm. Çünki insan nəyi çox sevirsə, mən ümumiyyətlə belə müşahidələrimizdə də görürük, həyatımızda da görürük ki, nəyi çox sevirsən, nəyə daha çox bağlı olursansa, səni uğura aparan yol, istiqamət mayakı kimi həmin o sevdiyin nədirsə o olur. Gülər xanım, bilirik ki, bu həyatın çətinliyində yazıcı, şair olub, bir qadın olaraq da yazıcı, şair kimi özünü vurğulamaq, özünü təsdiq etmək çox çətindir. İndiki ədəbi mühitimiz hamıya aydındır və bir çox, yəni gözəl imzalar da var bizim ədəbi mühitimizdə və təvəzzökar insanlar da var, kənara çəkilən, öz qabiliyyətlərini daha olduğu kimi göstərə bilməyən. Əlbəttə ki, təsadüfi insanlar da var, hansılar ki, onların heç ədəbiyyatdan xəbəri yoxdur, amma onlar ədəbiyyatın içindədirlər və bu çətin bir dövrdə yəni hansısa bir yaradıcılıq yolunu, lap Nasir kimi deyək, şair kimi deyək, bu yaradıcılıq yolunda irəliləmək sizi qorxutmur ki, bir gənc olaraq? Əvvəlcə onu deyim ki, ədəbiyyatda özümü gənc saymıram. Baxmayaraq ki, sizin bayaq bir cümlə dediniz ki, bəzən çəkilirsən kənara, özünü göstərmirsən, qorxursan. Qorxu deməyim, sadəcə buna mən özüm subyektiv fikrimə əsaslanaraq, yəni o məsuliyyət hissi məni həmişə qarşımı kəsdi. Niyə ki, mən fikirləşirdim ki, növbəti ildə daha çox yaxşı yaza bilərəm.
hər dəfə hər yazandan sonra dedim, yox, bundan sonra daha Özünüzə yaxşı yaza qarşı bilərəm. daha çox belə tələbkarsınız da, yəni. O baxımdan, yəni mən bir redaktorum var, həm də onu özümə müəllim sayıram. Həmişə deyir ki, yəni sən ümumiyyətlə bu mövzuları çox vasvasısan, həqiqətən elədir. Yəni o həmişə mənə elə deyir. Həqiqətən yəni elə olmuşam. O baxımdan da fikirləşdim ki, neçə ildən sonra, uzun illərdən sonra, yəni artıq mən öz ədəbi nümunələrimi araya ərsəyə gətirirəmsə, bunu ictimaiyyətə, dostlarıma təqdim edirəmsə, artıq onlar yəni bu illərin süzgəcindən keçmiş ən yaxşı nümunələr olmalıdır. Ümumiyyətlə istəyir klassizm, romantizm, postmodernizm, yəni bu cərəyanlarda yazıb yaradanların hər bir ədəbiyyatçının yaradıcılığında istər zəif, istər orta, istərsə də çox yaxşı nümunələr var. Yəni bu hər birinin həyatında var, yaradıcılığında var. Sadəcə biz çalışırıq ki, ən yaxşı olanı oxucuya təqdim edək. Biz oxucunu çox sevirik, ona çox hörmət edirik. O baxımdan da istəyirik ki, oxucu bizdən daha yaxşısını görsün. Yazı masası. Kimləri özünüzü örnək bilirsiniz? Orta məktəbdə oxuyanda tez-tez ədəbiyyat tədbirləri keçirilirdi. İlk dəfə mən jurnalist Ələmdar Quluzadəni dəvət etmişlər bizim ədəbiyyat müəllimlərimiz. O zaman da bu qanlı qadalı günlər yaşayırdıq. Xocalı faciəsini artıq biz yaşamışdıq. Hamımız hüzünlü idik. Yəni bir millət olaraq, xalq olaraq artıq o içinə qapanmış, kədərli bir təsvir var idi, görünüş var idi bizdə. O baxımdan onda o Ələmdar Quluzadənin bizim məktəbimizə, mən Xətai rayonunda 116 saylı orta məktəbi bitirmişəm. Buradan yəni bizə dərs deyən müəllimlərimi də salamlayıram. Həqiqətən bizim müəllimlərimiz çox gözəl müəllimlər idilər. Yəni ən çox da ədəbiyyat müəllimlərini daha çox sevdirmişlər. Sinif rəhbərim var, Rəna Ələkbərova, buradan onu salamlayıram. Yəni sonra Mirvari xanım var idi bizə dərs deyən, Dilbazi müəllimə daha doğrusu. Onun yəni daha çox əməyi olub mənim ədəbiyyata olan sevgimdə, ədəbiyyata gəlməyimdə. Bəli. Ondan sonra bizim gözəl ölməz şairimiz Məmməd Arazla bizim görüşümüz oldu. Hərdən sonraki illərdə fikirləşirdim ki, bir yeniyetmənin həyatında ən xoşbəxt hadisə nə ola bilər? Mənim məsələn ilk o xoşbəxt dedim özümü ki hiss eləmişəm. O Məmməd Arazla bizim görüşümüz oldu. Bizdə bir yeganə xanım vardı, o indi xanımdardı, onda məktəbli idi. Onun hərəmiz bir şeirinə cavab yazmışdıq. Pəncərəni külək döyüb ağlasa, eyvanına quşlar qonub ağlasa, içindəyəm, ağ deyib ağlama. Yəni hər dəfə o şeiri oxuyanda mən axıra qədər oxuya bilmirəm. Çox kövrəlirəm. Çünki ilk yazdığım cavab da Nəzirədə həmin şeirə idi. Yəni onda uşaqlıq hisslərindən yazmışdıq təbii olaraq. Yəni Məmməd Arazla görüşəndən sonra artıq mən beynimdə belə bir fikir yarandı ki, mən artıq ədəbiyyatda olmalıyam. Yəni böyük bir stimul oldu mənə. Yəni ki, onunla görüş. Çox sevindirici haldır ki, biz məsələn o dövrdə ədəbiyyata gəldik ki və o gözəl şairlərimizi oxuyub ədəbiyyata gələ bildik. Çünki biz onları gördük, onların dövrünü yaşadıq. Çox gözəl bir sonraki məsələn mətbuatda çalışdığım dövrdə Nəriman Həsənzadə ilə görüşüm olub, məsələn Balaş Azəroğlu, hər birinə Allahdan rəhmət eləyirəm. Fikrət Qoca ilə, Fikrət Sadıqla bizim qısa müsahibələrimiz olmuşdu. Mənim yazımım Fikrət Sadıq haqqında, mənim yazı yazmışdım onun haqqında. Milliyyət qəzetində idi, səhv eləmirəmsə. Gülər xanım, mətbuatda işləməyiniz mənə çox maraqlıdır, o yol sizin həyatınızda. Mənə elə gəlir ki, mətbuat tamamilə ayrı bir aləmdir, ayrı bir dünyadır. Yəni ədəbiyyatdan da kənar, tamam ayrı bir dünyadır və orada işləmək daha çox puxtələşmək deməkdir. Yəni insanın dil qabiliyyətinə də çox böyük müsbət təsir, amma onu yaradıcılıqdan məncə ayırır. Çünki mən özüm məsələn həm də jurnalist sahəsində çalışdığıma görə mənim bu gördüyüm işlər əlbəttə ki, bəlkə də cəmiyyətə hardasa xeyir verir, amma özüm bir fərd olaraq, bir yaradıcı insan olaraq, şəxsiyyət olaraq mənim yaradıcılığıma mənfi təsir edir. Bu mənim öz fikrimdir. Mən düşünmüşəm ki, məsələn daha gözəl bir yazı, hekayə yaza bilərdim bu dövrdə və yaxud böyük əsərlər yaza bilərdim və yaxud düşüncələrimi izah edən daha gözəl şeir nümunələri dünyaya gətirə bilərdim, amma mən həyatımı bağladım mətbuatla, kimlərisə vəsf
etməyi. Mən demirəm o yaradıcı insanlar əlbəttə ki, mütləq kimisə qələmi yazmalıdır onlar haqqında. Biz cəmiyyətə əslində bu böyük bir missiyadır ki, biz bunu həyata keçiririk. Əgər jurnalistlikdən söhbət gedirsə, amma siz necə düşünürsüz? Bax, mən sizi vərəqlədikcə bütün həyat yolunuzu, ancaq sizin işlədiyiniz mətbuat orqanlarını mənim marağımı çəkdi. Böyük bir xeyri var insanın formalaşmasına, insanın cəmiyyətdə özünü göstərməyinə. Çox böyük bir yəni xeyri var, amma eyni zamanda yaradıcılığa çox böyük bir ziyanı var. Mənim yadıma gəlir ki, bir dəfə Gitarəçi Rəmişdən müsahibə almışdım mən. Həmin gündə bir qəzet vardı, səhv etmirəmsə Aurora qəzeti idi. Oradan mənə yazmışdılar ki, bir hekayə göndərin, çap eləyək. Mən də onu yol gedə-gedə belə dəftər var, həmişə mənim yanımda olub da, balaca bloknotum var idi, qeydlər aparırdım. Gündəlik ümumiyyətlə ətrafında baş verən hadisələri nədirsə məni cəlb edirsə, onları qeyd eləyirdim. Həmin qəzetdən evə zəng vurmuşlar ki, bir hekayə göndərəsiniz. Mən həmin günü də Xalqın Qissəsi qəzeti üçün Rəmişdən müsahibə almışdım. Sonra yenə ictimai nəqliyyatda baxdım ki, həmin müsahibəni açıb bir neçə nəfər oxuyur. Ya gəldim evə hekayəni yazmadım, yarımçıq qoydum. Yəni o anda keçirdiyim hisslər mənə o qədər o gözəl duyğular bəxş elədi ki, yəni siz dediniz, yaradıcılıqdan həqiqi ayırır insanı. Yəni həqiqətən də mətbuat da bir sevgi idi. Məsələn, hər yazdığım müsahibə, hər yazdığım portret yazılar, məsələn, ən çox da mən unudulmuş ziyalıları, unudulmuş alimləri, unudulmuş ədəbiyyat adamlarını tapırdım. Onların haqqında saatlarla gedib o mərkəzi kitabxanada otururdum. Orada qeydlər aparırdım, onlar haqqında yazırdım. Bizim bir redaktorumuz vardı, Rafiq Hümmət şairdir, çox gözəl şairimizdir. Həmişə mənə belə bir söz deyirdi ki, bu həftə kimi yerindən oyatmısan. Duyğularımı da qatırdım o yazılara, öz fikirlərimi də qatırdım. Məsələn, nəticədə çox gözəl bir nümunə ortaya çıxırdı. Yazı masası. Gülər xanım, mən bilirəm ki, sizin çox gözəl şeirləriniz var və o şeirlər insana mistik təsir edir. Esselərinizi də oxumuşam, amma istərdim ki, bizim dinləyicilərimiz üçün də bir şeir ərmağan eləyəsiniz. Gecikmiş duyğular yazanda bir yay bürküsü idi. Gözlərim bir sevincə qamaşmışdı. Şirin yuxu kimi doğmuşdu günəş zülmət içinə. İsti yay günlərində qış yuxusunda yatmışdım. Sonra bədahətən oyanmışdım. Misra-misra unutduğum şeirlərə. Sonra sanki uzun, lap uzun illər keçmişdi. Bir gün qəfil payızda oyanmışdım. Payızı çox sevdiyimi sanmışdım. Bu fəsil də bizim olmalıydı axı, deyilmi? Mən elə sanmışdım. Şərik olmuşdu bizim fəsillərə ruhumu oyatmayan nəğmələr. Sonra çovğun olacağı xəbəri gəlmişdi. Hava proqnozu səslənəndə soyuq olacaq xəbərinə sevinməmişdim mən. El-obanın mart çıxanda dərd çıxar məsələnə gülümsünmüşdüm. O da başıma gəlmişdi. Ruhumda bir can üşümüşdü, titrəmişdi. Anasından ayrılan, yuvasından qəfil düşən sərçə olmuşdu ümidim. Yalqız əsmişdi fəsillər arasında. İlğım olmuşdum şüaya dönüb, üfüqə yaxınlaşmışdım onda. Onda özümdən bir can vermişdim. Amma həyat, yaşamaq davam etmişdi. Xəyalımdakı fəsillər bitmişdi. Mənə düşən hansı fəsil idi? Bilməmişdim. Bəlkə də mənim fəslim olmamışdı. Həsrəti araya haqqı dağdırır, sönen ışığı vatan səs oldu. Qayıt məni gülüm, qayıt bu yerə. Ey mənim istəyim,
salmasan bu kainatı, ne gelmez oldu, ne gelmez oldu. Beləliklə daha bir Şənbə söhbətləri ədəbiyyat almanxı verilişimizin sonuna gəldik. Bu dəfə bizim yazı masası rubrikasında gözəl şairimiz, gözəl jurnalistimiz Gülər Natiq İshaq idi. Verilişi sizin üçün hazırladılar Aysel Fikrət və rejissor Anar Məmmədov. Ədəbiyyatla qalın, əziz dinləyicilər. Gelmez oldu, ne gelmez oldu. Kayıp sehmanasan bu kainatı, ne gelmez oldu, ne gelmez oldu. Ne gelmez oldu, ne gelmez.